Bir çox mərkəzlərdə həkimlər uşaqları diaqnostika edir, sonra verir köməkçilərinə, onlar masaj edir. Amma Aynur xanım hər zaman mən görürəm ki, bunu özü edir. Aynur xanım, buyurun. Hal-hazırda, deməli Nurda həm duyu sensor masajlar edirik, həm də refleksoloji masajlar edirik. Duyu sensor masajları bilirsiniz ki, uşaqlarda uyaran əksikliyi olur, duyusal əksikliyi olur. Məsələn, bəzi uşaqlar var ki, qətiyyən ayaqlarına corab geymək istəmirlər. Amma bəzi uşaqlar da var ki, şalvarlarını yuxarı sıyıranda narahat olmağa başlayırlar. Tez onu bağlamağa çalışırlar. Bu bəzi uşaqlarda həddindən artıq həssaslıqla, bəzi uşaqlarda çox hiss eləməklə və yaxud heç hiss eləməməklə əlaqəlidir. Ayaq altı refleksoloji masajlar isə birbaşa beyinə təsir edərək beyin reflekslərini də inkişaf etməyə çox kömək edir. Həm daxili orqanlara təmas eləmiş oluruq, həm də beynin refleksləri hansı ki, uşağın anlamasında, uşağın yuxu pozuntusunda bir çox faydalı olur. Və uşaqlara masajlardan sonra görürsünüz ki, elə Nurda da eyni ilə, maması yəqin təsdiqləyər ki, yuxu pozuntusu var idi. Hansı ki, bunları dərman preparatları ilə aradan qaldırmağa çalışılır, amma biz dərmansız Allahın izni ilə masajlarla uşaqların yuxu problemini həll etmiş oluruq inşallah. Çox sağ olun, minnətdarım. İnşallah Aynur xanımın səhifəsini aşağıdan sabitləyəcəm. Kim istəyirsə, uşağında nitq ləngiməsi varsa müraciət eləsin, özünü yaza bilər inşallah.